Hello qızlarım, necəsiz? Mənə ən çox gələn suallardan biri isə gündəlik, necə vaxt ki, saat 6-dan sonra bizim evdə yemək yeyilmir. Ancaq Gece 6'dan sonra bir yemek yemek. Niye lan danışsın? El şey demem. Benim de bir gece şey falan. ay Fərid, usta, mən burada deyirəm diyetadayam. Öz adına denən də, yemirəm de. Evə nə kola almarıq, nə cipsə almarıq. Fərid yaxşı da. 6-da son yəni fit olmamın səbəbi də budur. Nə oldu be Fərid? Paltar yaxşı. Və bunların hər birini mən köməksiz eləyirəm. Bilirsiniz ki, nə abartıram. Dəlidir. Biz çizgi film falan, yəni uşağı qoymuruq. Ayfer, bəzi şeylər qoyacağam. Hamısını qoymayacağam. Kəsib qoyacağım hansı yaxşı halında. Her şey demek ki olsa da ama çok az. Belirli saatlerle. Cəmaətən ötə deyim, biz kola içirik, biz chips yeyirik. Şu an zaten yüzük koymuyoruz. Yanında akıllı. Qonaq gələndən gələnə evə çörək alır. Güzeli şiretleme. Deyirəm çörək qidalanmırıq biz. Sağlam ailəyi, örnək ailəyi. İlk Fərid, hər şeydə pis bax sənə.